Dostlar salam. Dövlət qulluğu üzrə mart ayında imtahana düşmüş belə bir suala baxaq. AB-ni bizə verib, AB-nin hasili 24 verib. BC-ni isə bizə 20 verib. BC 20. Və CA-nı bizə 30 verib. Yəni hasillərdir. CA bərabərdir 30. Biz burada qiymət yox, ən yaxşısı halda riyazi formada alt-alta götürüb bölsək, B-lər ixtisar olunacaq. A böl C bərabərdir 24 bölünsün 20. Və burada elə ixtisar aparmalısınız ki, C ilə A-nın hasili bizə 30-u versin. Ona görə biz bunu 4-ə aparsaq, ixtisar hər tərəfi 6 bölünsün 5 olur. O zaman A-nın qiyməti 6, C-nin qiyməti 5. A-nın qiyməti 6-dırsa, B-nin qiyməti 4 olacaq. Və biz burada ABC-nin yerinə qoysaq, A-nın yerinə 6, B-nin yerinə deməli 4, C-nin də yerinə 5 qoysaq, cavabı burada 120 alırıq X-in qiymətini. A plus B plus C-ni soruşuraq. A plus B plus C-nin cəmi, yəni A-nın qiyməti 6, 4, 5-dirsə, bunların cəmi 15 eləyirsə, X bizdə 120-dir axı. X 120, yəni nəyə böləndə 15 cavabını alıram? Təbii ki, 120-ni mən 8-ə böləndə. Cavabımız D variantı.